Daşın düşsün kız başına. Bugün sabah ayrılıp yolda görürsünüz. Peki de sizi Allah'ın dostu xəşləmədiyini qaşqaldığı xəşləyir. Peki de sizden de ibəcər qızdır. Kız ona pul xəşlətdirib diye kızın yanında tula kimi qalır. Çünkü kız onu yiyip sağıbara gedir. Kız ibəcər də olsa onun gözündə Züleyxadır. Çünkü pul xəşlətdirir. Səni kimi mal değil. Bak size bir söz diyeyim. İnsan ibəcər olsa belə, insandaki olan özgüven her şeye bəsdir. Özgüven. Güzel olsan belə, özgüvenin ki olmadı, sen o güzelliği ve auralı heç kəs görmeyecek. Bunu unutma. Ne kadar çirkin olursan ol, birinci aura gelir. Aura, kompleksizlik, özüve güven. Çölə çıxanda utanmadan gitmek, yemek, özgüven. Mən də əvvəl eləydim, indi elə deyiləm. Özgüvənli olun qızlar, heç kəs sizdən nə artıq deyil, nə əksik deyil. Özgüvenin olsa var ha, sen 5 manatlıq kofta giyinsən belə, sen çok güzel görsənəcəksən. İnsanda özgüven. Sen 1000 manatlıq paltarda giyinsən, sənin özgüvenin olmaz, o paltar sənin əlində cır-cındır görsənəcək. İnsanda birinci aura ve özgüven olmalıdır. Özgüvenin varsa sen bil ki her şeyin var. Birinci özgüven olmalıdır insanda. İnsanlar var görürsünüz, Tirsual bundaki özgüven məndə olsa məndə nələr var. Baxırsan nə gündədir. Amma özgüvəni ilə özün gətirir, haralarasa çatdırır. Çünki özünə güvənir. Aurası çox güclüdür. İnsanları görkəmi ilə yox, aurası ilə cəlb edir özünə. Baxırsan o yanında ondan qəşəng qız heç ona qaş qaldığı ona baxan yoxdur. Amma o görsən ibəcərə necə baxırlar. Çünki aurası güclüdür. Cəlb edir insanı özünə. Səhv deyirəm, deyin ki, səhv deyirsən. Nə qədər qaşqaldığa oxşayan padruqavız var. Gözəlliyiniz də var, təbiiliğiniz də var, sizə baxan yoxdur. Niyə? Çünki sənin özgüvənin yox. Sən onun aurasının yanında sönük qalırsan. Sönük qalırsan. Çünki onun aurası çox güclüdür, o özünə güvənir.